Salam dostlar, salam əziz qardaş və bacılar. Yenidən sizin qarşınızdayam. Amma ola bilsin ki, bu son videom olsun. Son sizə bu tövsiyələrim olsun. Bir neçə vaxtı yox idim. Həm səhhətimlə bağlı, həm öz işlərimlə bağlı, getgəllərlə bağlı başım bir müddət qarışıq oldu. Üzrlü sayın, bilirəm, yazırsınız, deyirsiniz, yeni video gəlsiniz, mənim videolarımla idalanırsınız. Onun fərqindəyəm. Yenidən nevrozlaradır sözüm. Qısa olaraq, konkret olaraq deyəcəm, biləsiz. Əziz dostlar, mən sizə sadəcə söz tapa bilmirəm. Ən əsas da panik atakı yaşayanlar, ən əsas o ürək döyüntüsü, mədə sıxıntısı, boğazda koma, göz bulanlıq görməsi, beyində sıxlıq, nə bilim, keyəlmələr, qıcolmalar və s. Bunlar hamısı simptomlardır. Söhbət hipoxondriyalardan gedir. Bunlar hamısı simptomdur. Gecə saat, bunu həkimlər bilir, gözəl. Gecə saat 1, 2, 3 təbii biz cavab veririk, gücümüz çatanı. Doktor, ölürəm, beləyəm, mədəm sıxıldı, gözüm belə oldu, boğazım ağradı, nə bilim və s. Sözüm sizədir. Bu haçana kimi belə olacaq. Siz öz-özünüzü oturub düşünmüsünüzmü? Bu haçana kimi belə olacaq. Mən haçana kimi oturub ona buna zəng vurmalıyım və yaxud elə pastiyanlı ağrılar içində olmalıyam. Amma bəhanələr də tapırsınız. Yəni, güya ki, öz aləminizdə siz heç bir şey, yəni, hər şey yaxşı idi. Ev işləri görürdüm, işə getdim, gəldim, filan elədim, kinoya baxırdım, filan eləydim. Amma birdən pisləşdim, mədəm başladı, ürəyim belə gəldi, böyrəyim belə getdi. Bəhanələr tapırsınız. Bu nədən olar? Sual verirsiniz. Siz özünüzə sual verin. Bu nədən olar? Dərhal nəyə görə siz xərçəngi, insultu, infarktı, belə pis-pis xəstəlik, qan xəstə, özünüzdən diaqnozlar qoyursunuz, nə bilim, mənə deyəsən oksigen çatmır. Elələri var, mənə zəng vurur, deyir ki, mənə, nə bilim, qan dövranı üçün şey yaz, dərman yaz, nə bilim, və s. Bu diaqnozları siz özünüzə haçana kimi qoyacaqsınız. Siz ardından ekstrasensizsiz, siz həkimsiz. Bunları hardan götürürsünüz? Təbii ki, Google-dən oxuyursunuz və yaxud YouTube kanallarından və yaxud TikTok sosial şəbəkələrindən kimsə ağzından hansısa bir xəstəliyi eşidirsiniz və yaxud görürsünüz. Dərhal bir yeriniz sancanda o yada düşür və düşünürsünüz ki, bəlkə məndə də elədir. Amma oturub düşünmürsünüz ki, bunun ən böyük səbəbi, axı, mən özüməm, mən özüm xəstəyəm. Mənim xəstəliyim nevrozdur. Hərçənd onu xəstəlik kimi saymırlar. Amma ayrıca, dünya onu ayrıca, dünya medikları ayrıca bir xəstəlik kimi sayırlar. Yəni, mənim ən qlobal problemim nevrozdur. Təbii ki, bu nevrozdan olmalıdır. Başqa nə ola bilər ki? Nə oldu? Siz bir dəfə panikada fikirləşdiniz, infarktı olmadınız. İkinci dəfə eyni şeyi yaşayırsınız, yenə yox. Yenə bu yormur sizi. Bu artıq vərdişdir də. Düzdür. Siz
falçısız, ekstrasensiz, əstəğfurullah, Allahsız nəsiz, siz özünüzü sığortalamaq istəyirsiniz. Siz ürək infarktından qorxursunuz, nə bilim, insultdan qorxursunuz, bunlardan qorunmağa çalışırsınız. Bütün günü beyninizdə budur. Elə qorunmağa çalışırsınız. Dərman için bilməm, nə bilim, dərmana belə meyillisiniz, belə, nə bilim. Bəyəm, təhlükə ancaq, həyatda təhlükə ancaq elə bu xəstəliklərlə bağlıdır. Siz təhlükələr görməmisiniz. Adam var, qaz dəmindən boğulur, adam var, çıxır, ayağı toqqaşır, bizim qohum var idi, yıxıldı, hamamda başı dəydi, düşdü komaya, bir aydan sonra rəhmətə getdi. Siz necə başa düşmürsünüz ki, heç kəs ölümdən sığortalanmayıb. Əgər o yazılıbsa, istəyirsiniz belə İsrailə gedin, istəyirsiniz Amerikaya, istəyir 1 milyard pulunuz olsun, yenə də son deməkdir bu. Anlatabildim mi? Buna görə siz niyə özünüzü yormalısınız bütün günü? Vəbşə ümumiyyətlə insanlar sabah necə olacaq deyə yaşayırlar, o səhvdir. Bir gün səhər durdum, şükür Allaha. Yeməyim var, içməyim var, hər şey normal, balalarım yanımda, ailəm yanımda. Ruslar demişkən, naslajdaysiz. Bu saniyələri yaşayın, bunun həzzini çəkin, sabah bilmək olmur, nə olacaq. İnsan var, 3 dəfə infarkt olub, elə infarktdan qorxur, yaşayır, amma ölür böyrəkdən. İnsan var, mənim atam 20 il insult xəstəsi idi, 20 il. 3 dəfə insult keçirmişdi. Deməli, ölüm qisməti deyil hələ. Qorxa-qorxa insultdan yaşadı, qidalanmalarını özünə məhdudlaşdırdı, güya bu diyetadadır, amma özünü düşünmədi. Mən ona deyirdim, diyeta saxlama. Çünki yaş ötür, siz yaşı da nəzərə alın. 40-dan sonra artıq sizə orqanizm özü istədiniz, istəmədiniz geriləməyə başlayır. Anlatabildim mi? İmmun sistem zəifləyir. Mənim atam mədə xərçəngindən rəhmətə getdi. Çünki qidalanmağını düzgün eləmədi. Kim deyir, diyeta saxlamaq, çörək yeməyim, filan şeyliyim. Bunlar hamısı boş şeylərdir. Diyeta mövcuddur. Hər şey yeməlisiniz. Nə mövcuddursa, Allah Teala biz üçün yaradıb. Hər şeyin orqanizmə xeyri var. Amma qramla. Diyetologlar bunu yazmalıdır. Qramla əti yeməlisən həftədə 2 dəfə. Məsələn, yumurtanın sarısını yeməməlisən, ağın yeməlisən, xeyirlidir. Qatıq biskyandan çox olmaz, süd ilıq biskyandan artıq olmaz, məsələlər çəkirəm də yəni. Diyeta budur. Yoxsa kəskin şəkildə sənə bu qadağadır, bu diyeta deyil. Əzizlərim, aldanmayın. Bunlar hamısı boş şeylərdir. Mən öz-özümə baxın. Həm arıqladıram, həm kökəldirəm. Necə ürəyim istəyir? Anlatabildim mi? Hər şeyin 100 kilodan yuxarıydım mən. 60 kiloya düşdüm. Hər şeydə yiyirəm. Təbii ki, diyetamı saxlayıram. Hər şey yiyirəm diyeta ilə. Hər gün qreçka yemək o demək deyil, mən diyetadayam. Yanlışdır. 2 şeydən qaçmalısınız. Şorabadan, bir də şirniyyatdan. Qalan şeyi yiyin, kef eləyin. Deməyim odur. Siz başlayırsınız qorunmağa, ürək, mədə filan. Siz nə bilirsiniz ki, nədən öləcəksiniz? Siz nə Allahsınız, yoxsa Allahla kontrakt bağlamısınız? Nə düşünürsünüz siz? Niyə məntiq axtarmırsınız? Gedirsiz həkimin yanına, sən
pulu səndən qapmaq üçün mən səni 3 seansa sağaldaram, hesablayırıq 3 dənə seans, 210 manat pul eləyirən aşağısı. Hə. Onun adam sağalır. Hı? 99% motivasyon terapiyalar verirlər. Vəssalam. Heç bir öhdəliyi yoxdur. Heç bir öhdəliyi yoxdur. Yəni, insanın xəstənin üzərinə öhdəliyi düşür. Həkim burada priçom deyil. Ona görə gedirsiniz, bu həkim pisli qaçın obursuna, o pisli bu. Axtarırsınız ki, indi haradasa bir dənə valşevni həkim çıxacaq, sizə elə bir kəlmə deyəcək ki, sizə o yax kimi gedəcək, siz sağalacaqsınız. Yanlışdır. Nə də belə bir dərman var, seyirli dərman. Niyə çənəmizi yorulduq? Elə deyərdik ki, 100 manat ver, sənə bir dənə dərman verim, sağal da. Kim verməz ki onu? Hə? Gecə saat 3-də xəstə zəng vurur, 2-də vurur, 1-də vurur, səhərə yaxın 5-də vurur. Xoşdur bizə. Yanlış düşünürsünüz. Daha ki, öhdəlikləri boynunuza qoymasanız, anlatabildimmi? Siz bu xəstəliyə güc gələ bilməyəcəksiniz. Siz sadəcə həm öz tələnizdəsiz, həm də həkimlərin tələsindəsiz. Anlatabildim mi? Məsəl üçün, mən siqaret çəkənəm, gəlirəm həkimin yanına, lap professor olsun. Mən deyim ki, həkim, mən şəxsən özümdən danışıram, mən hər şeyi özümdə ispat edirəm, sonra mən, yəni ki, baxmayaraq ki, indi bizim savadımız var, o var, bu var, onlar qoyduq qırağa. Gələm professorun yanına, deyirəm ki, ay professor, mən siqaret çəkənəm, gündə 3 paçka siqaret çəkirəm. Məni tərgitdirə bilərsiniz? Mənə həkimlər, mənim səhhətimlə bağlı 1000 dənə argumentlər gətirirlər ki, mən bunu, elə qorxulu şeylər danışırdılar, hansı ki, onlar mənim üçün təbii mən bunların hamısını bilirəm. Çalışırdılar ki, güya ki, mən bu siqaretdən uzaqlaşım və mən konkret olaraq bunlara dedim ki, mənim iradəm çatmır da, gücüm çatmır buna. İstəyim yoxdur sadəcə. Anlatabildim mi? Əgər istəsəm, eləyərəm. Mən həyatda çox şeyləri özümə məhdudlaşdırdım. Anlatabildim mi? Uski bir dənə nəsə özüm üçün rejim qurdum. Artıq bir şey qalmadı. Mən indi siqareti də qoyum. Onu da qoyum, bunu da qoyum da mən ümumiyyətlə nəfəs almaq üçün yaşamıram ki. Düzdürmü? Demirəm, yaxşı şey deyək, vaxtı var. Mən prosto indi sizə argumentlər gətirirəm. Professor mənə nə deyə bilər? Bu vərdişdir. Mənə dərman mı yazacaq mən siqareti atım? Və yaxud psixoloji mənə nələr də desələr, xeyri yoxdur. Ta ki, mən onu dərk eləməsəm ki, bəli, bu mənim səhhətimə ziyandır. Mən bundan, bu mənim cibimə məntiq axtarmalıyam. Cibimə ziyan, canıma ziyan, ətrafıma ziyan. Bunu dərk eləyib, bəli, razılaşıb ki, mən bunu atmalıyam və bir gündə, bir saatda, bir dəqiqədə paçkanı əzib, atıb və aylarla o əziyyəti çəkməsəm, yəni təbii gələcək, təbii ki, əsəblərim korlanacaq, istəyəcəm, özümü ora, bura, amma qatlanmalıyam. Qatlanmasam, mən o vərdişi tərk edə bilmərəm. Düzdürmü? Yəni, əziyyət çəkməliyəm. Öhdəlik mənim boynuma düşür. Professor məndən, heç bir professor məndən gəzib əlimdən vurmayacaq ki, çəkmə olmaz, çəkmə olmaz, belə şey yoxdur. O cümlədən də nevroz belədir. Ta ki, siz özünüz istəməsəniz və biz dediyimiz yolla əziyyət də olsa qatlanmasanız, mümkün deyil. Həkimləri gəzməyin, yəni. Bütün öhdəlikləri, siz patoloji xəstə deyilsiniz, gəlmişsiniz mənim mədəm ağrıyır, mədəmə çay, o da sənə dərman yazdı, 2 həftədən sonra gələrsən.
Belə deyiləm bu. Bu psixoloji xəstəlikdir. Anlatabildim mi? 90% öhdəlik sizin boynunuza düşür. Biz yol göstəririk, alternativlər, texnikaları sizə deyirik. Heç nə eləmirsiniz, düşmürsünüz simptomlarındaydı. Mədə niyə belə oldu, ürək belə niyə oldu? Nevroz olduğunuzu qəti boynunuza almırsınız, rak axtarırsınız. Nə bilim, insult axtarırsınız, qan xəstəliyi, oksigen çatmır, özünüzə diaqnozlar qoyursunuz. Qan dövranım zəifdir, hardansa eşitmişsiniz bunu. Amma bir dənə realı var, irrasional düşüncə var, rasional düşüncə. Siz irrasionalın dalınca gedirsiniz, rasional qalıb bir yanda. Yəni fakt. Fakta söykənmirsiniz ki, siz danlı moment 5 illik, 3 illik, 5 aylık, 3 aydır siz nevroz xəstəliyindən əziyyət çəkirsiniz. Təbii ki, siz onun əlacını dərmanda, nə bilim, həkimə zəng vurum, o mənə nəsə desin, mən rahatlaşım filan, bunda yox, özünüzdə axtarmalısınız. Dərhal düşünməlisiniz ki, bəli, bu ağrı verdi, bu mənim daxili səsimdir. Beynimin səsidir, beynimin dili yoxdur ki, desin, ay qardaş, bəsdir də, mazğımı xarab eləmə də, deyə bilmir bunu. O ağrılar göndərir. Yəni, qardaş, dayan da, uymis də, otur bir düşün də, nəyi səhv eləyirsən burada? Onu axtarın da, neynədim ki, mən belə təşviş, həyəcan gəldi, qorxu gəldi mənə? Bunu düşünün də. Bunu axtarmırsınız. Düşmürsünüz, buram niyə ağrasın mənim? İnfarkt ola bilər, enerjiniz gedir. Boşuna enerji itirirsiniz. Axır tükənir enerji. Bunlar hamısı enerjidir. Tükənir, düşdünüz panikaya. Birinci düşünməlisiniz ki, bəli, mənim daşıdığım xəstəlik var da, nevrozam. Ola bilərmi bu nevrozdan olsun? Bəli, əgər nevrozdandırsa, deməli, mən nəyisə düz eləməmişəm, düz interpretasiyalar eləməmişəm, nəyisə yanlış düşünmüşəm. Anlatabildim mi? İrrasional düşüncəyə inacım var. İnac. Onun üzərində işləyin. Siz onu qoymuşsunuz qırağa, yapışmışsınız. Bu simptomdur. Bu fizioloji simptomlardır. Ta ki bunları dərk eləməsəniz, hara sağalırsınız? Mənim əzizlərim. Bunun detallı, yəni bu nevroz çox ağıllı xəstəlikdir, bilirsiniz. Alimlər deyir, bunu deyir, mən xoşbəxt adamam ki, mənə Allah Taala bu hissi, bu xəstəliyi bəxş eləyib. O hissdir. O insanın xasiyyətidir. Xasiyyəti necə dəyişə bilərsən? Necə sağalda bilərsən, qardaş? Necə eləyə bilərsiniz bunu? Qorxu. Qorxu Allah Taala o vaxtı, bu pervabitmi insanlar yoxdur, məşədə zətdə yaşayanlar, onlara bəxş eləyib. Nəyə görə bəxş eləyib? O qoruyucu sistem sayılır. Yəni, insan təşviş həyəcanda olub ki, meşələrdə, ki, bunu qəflətən heç bir vəhşi heyvan yeməsin, yatanda, məsələn, təşvişlə yatıb ki, gecə yuxuya gedib ki, hansı bir heyvan bunu parçalamasın, anlatabildim mi? Bu hissdir. Axı, indi siz müasir dövrdəsiniz. Oturmuşsunuz evdə eyni mexanizmi xoda salmışsınız. Boşu-boşuna. O qoruyucu mexanizmdir əslində. O ağrı pis şey deyil. O siz baxırsınız, filan kəs yatdı, durmadı. Filan kəs, nə bilim, oturduğu, danışdığı yerdə insult vurdu, öldü, nə bilim, nə oldu. Belə şeyləri eşidirsiniz, qorxursunuz da. O bir günü olan şey deyil. Onlar
o hisslər yoxdur onlarda. O təşviş həyəcansız insanlardır, anlatabildimmi? O mexanizm yoxdur onlarda, işləmir. İşləsə də zəif, qorxusuz insan yoxdur, zəifdir, həssas deyirlər. Anlatabildim mi? Onlar həkim getmir, ağrım yoxdursa deməli mən sağlamam. O düşüncə ilə yaşayırlar. Amma biz o düşüncə ilə yaşamamalıyıq. Biz 6 aydan bir, timbol nevrozlara aiddir. Nevrozlar hər 6 aydan bir həkimin yanındadılar. Ümumiyyətlə elə adamlar var, 10 gündən bir gedir. Bu sancır gedir, ora sancır gedir, bura sancır gedir. Pastiyanla yoxlanışdadır. O pis bir xəstəlik deyil, sizi qoruyur. Siz sadəcə düzgün onu istiqamətləndirə bilmirsiniz də, anlatabildim mi? Siz boşuna onu xərcləyirsiniz. Amma alimlər ondan istifadə edib gəlib alim dərəcəsinə çıxıb. Hər kəs nevroz otursun, mənə qulaq asın. Hər bir nevrozun əlindən elə bir iş gəlir ki, bəlkə də onu heç kəs bacarmır. Və yaxud o cürlə düşüncəsi var ki, bəlkə heç kəsin ağlına elə şeylər gəlməz. İstifadə edə bilmir. Çünki vaxtı, günü, bütün hər bir şeyi, saatı bunun ancaq boğazını ağramır. Ürəyimi baxım neçə dəfə döyüldü. Təzyiqimi ölçün, nə bilim neyini. Bütün günü bununla məşğulsuz. Özünüzü qoruyursunuz da, nəsə qabaqcadan. Ölüm gəlsə, istəyirsən belə divara dırmaşı, öldürəcək səni. Xeyri yoxdur. Nə yaşayışdır, bir özünüzə düşünün də. Bu nə yaşayışdır da? Mən 5 gün yaşayayım, rahat yaşayayım da. Nə özünüzü öldürürsünüz hər gün, hər gün? Bu nə rituallardır? Bütün günü ritualın içindəsiz. Ritual özü də xəstəlikdir. Anlatabildim mi? Bu, belə yaşamaq olmaz. Bir dərk eləyin, biraz başınızı işlədi. 5 günlük dünyadır. Biz əbədi deyilik ki, qarğa kimi 300 il bizə heç kəs peçat vurub göndərməyib ki, gələ bax, 300 il yaşayacaqsan, elə yaşa ki, 300 ili qoru. Mən də qorxa-qorxa yaşayayım ki, 300-ü çatdırım da özümü. Bu bilinmir. Bizə heç kəs qarant verməyib biz nə qədər yaşayacağıq, sığortalanmamışıq. Anlatabildim mi? Ona görə bu saniyələri yaşayırsınızsa, bu saniyələri düşünün. Sabahla nə işiniz var? Siz qətiyyətlə övladlar üçün yaşamırsınız. Mən fikir verirəm. Siz canınızı o qədər çox istəyirsiniz, özünüzü ancaq qorumağa çalışırsınız, övladzad qalıb bir qıraqda. Övlad da baxır, bu nə valideyn deyə mən yaşayıram. Cəmaət valideynlə fəxr eləyir, deyir mənim belə gözəl anam var, ürəkli anam var, əsil xanımdır, belədir, elədir. Bizdə köhnələrdə olub ya bizim nənələrimiz. Və yaxud mən ata nə üçündür? Ata ilə fəxr elə olmalıdır da. Yəni, oğul çıxanda, oğul həmişə atası ilə fəxr eləyər. Çıxar deyər ki, mənim atam bilsən, filan şefir, biri atasından danışında, biri bu da danışsın da. Bu nə deyəcək? Deyəcək, atam bütün günü təzyiqini ölçür, qızdırmasını ölçür, skoru çağırır, biyavırsı. Mənim atam qorxaqdır. Elə qorxaq kişi, üzr istəyirəm, ailəsinin uşağını da qoyar, qaçar, dar vaxtı. Necə siz bunu dərk eləmirsiniz? Ola bilsin, mənim son videom olsun, çünki ola bilsin mən Azərbaycan, mənə hələ çox axtaracaqsınız siz. Bax, and olsun Allaha. Yəni, mən müşahidə eləyirəm, mən baxıram, mən alimlərlə ünsiyyətdəyəm, alimlərin kitabları ilə, yəni, pastayanlı götür qoydu orada, buradayam, yəni, iminli bu mövzuda çox dərinə getmişəm. Baxıram bizim psixologlara, psixoterapevtlərə, həkimlərimizə, təbii ki, yaxşıları da var, amma əksəriyyəti, özü də bizim millətdə çoxdur bu, pula görə. Yazıqdılar, insanlar yazıqdır. İmini nevrozlar yazıqdır.
Siz onu biraz təkərə saldınız, o yazıq evini də satıb verməyə məcbur. Yəni belə fikirləşmədən eləyər onu. Licbi canını qutarsın. Sırazı təkərə düşür. Anlatabildim mi? Və yaxud siz ona ümid verirsiniz 5 gün, 3 gün o seansı keçirsiniz, meditasiya nəsə terapiyanı keçirsiniz, bu 5 gün, 3 gün özünü rahat hiss elədi, 1 ay rahat, 2 ay rahat, 3-cü ay daranq abastreniya baş verdi. Bunun ümidləri qırılır, deyir ki, deməli, heç bir həkim məni sağalda bilməz. Deməli, mən sağalmayan xəstəyəm, mən pis xəstəyəm, mən belə də öləcəm, mən belə düşür depressiyaya. Siz daha pisləşdirirsiniz həkimlər, xəstələri. Anlatabildim mi? Ona görə də siz məni hələ çox axtaracaqsınız. Görürsünüz, gez-gez çəkilişlər eləyirəm. Çünki başım çox qarışıqdır filan. Mən vaxt ayırmışdım Azərbaycan vətəndaşlarım üçün. Əlimdən gələni filanı gördüm, xeyri yoxdur. Çünki başqa psixologiyadarlar bunlar. Məsəl çəkirəm. Mən deyirəm ki, kortizolun çox yüksək qalması pis xəstəliklərə gətirib çıxarda bilər. Xəstə məndən spor eləyir ki, filan həkim dedi ki, nevrozun heç bir ziyanı yoxdur. Qorxma, get, kef elə. Belə deyir. Yəni, kortizolun mənə heç bir ziyanı yoxdur. Olsun. Olsun. Görək, bu həkim haranı bitirdi? Buna kim bu proqnozu verib, bu düşüncəni verib ki, kortizolun çox olmasından qorxmaq lazım deyil. Və yaxud kortizolu necə təmzinləmək lazımdır? Və yaxud kortizol hansı vaxtları çoxala bilər? Niyə bunları demirlər? Bir dənə onu deyirlər ki, qorxma. Buna görə nə bilim, incidim bütün bizim Azəri həkimlərimizdən də. Təbii, mənim yaxşı həkimlərdən ünsiyyətlərim var, istəyir diş həkimləri, istəyir kardioloqlar, istəyir can həkimləri var, çoxdur, даже psixoloqlarımız var. Amma hamısı yox, əksəriyyəti balaboldur, əksəriyyəti. Xəstələr özləri də balaboldur, əksəriyyəti. Anlatabildim mi? Deyirsən, bunu eləmə gedir, yenə də Google-də araşdırmalarla məşğuldur. Nə bilim, ChatGPT-dir, nədir, orayla məşğuldular bunlar, oradan nəsə öyrənməyə çalışır. Siz, elə şey olar, siz nə ilə qidalar, nə düşünürsünüz? Nə düşünürsünüz? Bu qədər. Nə suallarınız varsa yazın, 24 saat hələ ki qulluğunuzdayam. Kommentariyalarınızı gözləyirəm. Çalışın, paylaşın videomu. Nə olar ki, paylaşanda? Var, elə xəstələrim var ki, and olsun Allah, səhər işə gedəndə də mənim videomdan gedir, gələndə də videomdan. Elə xəstələr var ki, yatmamışdan qabaq xahiş edir ki, nə olar, bir dənə səs atın mənə, mən rahat yatım. Anlatabildim mi? Nə olar, indi mən də xahiş eləyəndə ki, videolarımı like eləyin, kommentariya yazın, paylaşın, nə olar, o da pulla deyil ki. Oldu. Sağ olun, salamatla qalın. Özünüzə yaxşı baxın. Sağ olun.